Sabah başlayır. Paşinyan görüşə niyə getmədi? Davos İqtisadi Forumu yanvarın 19-da öz işinə başlayacaq, müzakirə və görüşlər 4 gün davam edəcək. ABŞ Prezident Donald Trump Davos'a böyük heyətlə gələcək. Axar az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Davos'da əsas siyasi mövzuların Ukrayna və Qrenlandiya olacağını proqnozlaşdırmaq mümkündür. Trump'ın bu mövzularda Avropalılara deməyə sözü var. Qəzzada nisbi sakitlikdir. Növbəti mərhələdə bölgənin idarə olunması və yenidən qurulması gəlir. Avropalılar bu mövzunu müzakirə etməyə həvəsli deyillər. Çünki Qəzza mövzusuna Trump nəzarət edir, onun bu məsələdə əsas tərəfdaşları isə Asiya ölkələridir. Trump Davos'da müxtəlif ölkə liderləri ilə görüşəcək. Ağ Ev sahibinin Davos'a forumuna qatılacaq Azərbaycan prezidenti İlham Əliyevlə də təmas saxlayacağı ehtimalı var. Politoloq xatırladıb ki, Davos İqtisadi Forumuna Ermənistanın baş naziri Nikol Paşinyanın qatılmayacağı diqqət çəkir. Adətən o, mötəbər beynəlxalq tədbirlərdə iştirakdan imtina etmir. Halbuki o, Davos'da Azərbaycanla sülh quruculuğunun genişlənməsi, o cümlədən ölkəsinin regional nəqliyyat layihələrinə qoşulmaq imkanları barədə fikirlərini geniş auditoriya ilə bölüşmək imkanı qazana bilərdi. Görünür, Paşinyanın bütün diqqəti bu ilin iyun ayında keçiriləcək parlament seçkilərinə yönəlib və o, əsas vaxtını ölkə daxilində rəqbilərini necə zəiflətməyə həsr etməlidir. Paşinyanı Davos'a səfərdən çəkindirən digər amillərdən biri forumda ötən illərdə olduğu kimi Rusiya mövzusunun müzakirəsi ola bilər. Davos'dakı görüşlərdə və müzakirələrdə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi pislənilir. Paşinyan isə bu mövzuda danışmağa həvəsli deyil. Ötən il Paşinyan Davos'da ona verilən Ermənistan-Avropa Birliyi ilə Rusiya arasında seçimdə hansı tərəfə üstünlük verəcək sualına cavab verməkdə çətinlik çəkmişdi. Görünür, o, oxşar sualla üzləşmək istəmir. Davos'da İrandakı gərgin vəziyyətdə müzakirə oluna bilər ki, Paşinyan cənub qonşusunun ünvanına tənqidi fikir söyləmək istəmir. Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı. Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Azərbaycan və Ermənistan arasında razılaşmanın, eləcə də Trip-Zəngəzur dəhlizi ilə bağlı məsələlərin həyata keçirilməsi üçün intensiv işlərin aparıldığını bildirib. Axar Az Global Info AZ'a istinadən xəbər verir ki, o, bu dəhlizin Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirmək və Türkiyənin Türk dünyasına və Orta Asiyaya birbaşa çıxışı üçün vacib olduğunu vurğulayıb. Fidan qeyd edib ki, texniki məsələlər qalır, lakin məqsəd müqaviləni mümkün qədər tez imzalamaq və bölgədə sabitlik və rifahı təmin etmək üçün Türkiyə ilə Ermənistan arasında münasibətləri normallaşdırmaqdır. O əlavə edib ki, Azərbaycan, Ermənistan və Türkiyənin siyasi rəhbərliyi bu prosesə sadiqlik nümayiş etdirir. Bu kursun davam etdirilməsi çox vacibdir.